Deməli, bəzi səhifələrin yenə insafsızlığı, vicdansızlığı başlıq qoyublar. Pünxan Piriyev onunla şəkil çəkdirmək istəyən izləyicilərlə mübahisə etdi. Bax bu video. Əvvəla burada hardan siz çıxartdınız ki, Pünxan şəkil çəkdirmək istəyir? Mən Pünxanın tərəfini tutmuram. Çox emosionaldır, davəkardır. Bu ayrı. Amma nə düz, o düz. Əvvəla burada Pünxan qurban olun, başıma dönüm deyir. Heç bir agresiya yoxdur, biraz emosiya ola bilər. Hə, Pünxanın burada bir səhvi var. Gedib yer alacağı səhnəni öncədən bilməli. Orada nə baş verə biləcəyini bilməli idi. Ki bugün belə azacıq da olsa agresiv olmazdı. Amma onun doğal haqqıdır. Səhnə müğənninindir. Səhnə ansamblındır. Amma bugün səhnəyə millət şırıyır. Və burada müğənni etirazını eləməsinmi? Siz deyirsiniz ki, elə hər şey eləyək, amma bizə dilləndən olmaz. Yox, belə bir məktəb yoxdur. Belə bir dünya da yoxdur. Ona görə də bu başlıq var, bu başlıq qoyub insanları söydürürsünüz. Ən böyük vicdansız elə sizlərsiniz. Diqqətlə videonu izləyirsən, adam orada deyir, başıma dönüm, qurban olum, başlıq qoyurlar. Siz hardan belə qənaətə gəldiniz ki, burada şəkil çəkdirilmək istəyənlərə belə qışqırır? Heç orada qışqırıq da yoxdur. Qurban olum demək nə vaxtdan ayıbdır? Səhnədən düşün deyir, yaxşı eləyir. Mən də olsam deyərəm, düşünməyəm səhnədən. Bu səhnə mənimdir. İzləyirsiniz, izləyin, izləmirsiniz, gedin. Amma bu qədər də insanı vurmaq olmaz. Ağacda dəydi başıma.